Bildiyiniz kimi bir çox komandalar nəticəni qoruyub saxlamaq üçün oyunu gecikdirir, bəzən özlərini yerə atırlar, bəzən topu oyuna gec daxil edirlər və s. Bütün bunların qarşısını almaq üçün 2026-2027 mövsümü öncəsi sərt qaydalar qəbul olunacaq. BBC-nin yaydığı məlumata görə, əgər komandanın vaxtı uzatdığı qeydə alınarsa, top rəqib komandaya veriləcək. Məsələn, qapıcı əgər topu gec oyuna daxil edərsə, o zaman rəqib komanda künc zərbəsi vurmaq hüququ qazanacaq. Bir də əsas məsələ, oyuncular meydandan çıxarkən vaxt itirməyə çalışırlar. Bunun da qarşısı alınacaq. Belə ki, oyuncu dəyişikliyi zamanı meydanını tərk etmək üçün futbolçuya 10 saniyə vaxt veriləcək. Əgər 10 saniyədən daha gec meydanı tərk edərsə, o zaman onu əvəz edən futbolçu 1 dəqiqə sonra meydana daxil olacaq. Bu isə həmin komandanın ən azı 1 dəqiqə azlıqda mübarizə aparması demək olacaq. Sizcə bu qaydalar futbolun tempini artırmağa hesablanmış qaydalardır, yoxsa məqsəd başqadır? Fikirlərinizi şərhlər bölümündə yazın.